Belə bir sualın izahına baxaq. Bizə kitab verilib və kitaba uyğun burada rəqəmlər işarə olunub və ceviz sözünü bizdən soruşur. Və bir də bizə belə bir cədvəl verilib. Gördüyünüz kimi kitab sözündə 5 hərf var, amma burada bizə verilən 10 rəqəmdir. Deməli, hər bir hərfə 2 rəqəm uyğun gəlir. İndi baxırıq K hərfinə. K hərfi. K hərfinə hansı hərflər uyğun gəlib? 2, 3. İndi baxaq bu cədvələ. 2-ni bu sıradan götürüb, baxın. 3-ü də bu sıradan götürüb. Deməli, birinci buradan götürürük, daha sonra buradan. İ hərfinə baxaq. Baxın, İ hərfi 4-ü götürdük və 9-u. Sonra T hərfinə baxaq. T hərfinə, baxın, 0-ı götürüb, daha sonra 3-ü götürüb. Həqiqətən də burada da elə yazılıb. 0 və 3. Deməli, ardıcıllıq bu şəkildə gedib və biz də bu ardıcıllığa uyğun ceviz sözünü tapa bilərik. C hərfi. C hərfini tapaq. Baxın, buradadır. Birinci, baxın, bu sıradan götürürəm. 4. Yazıram bura 4. Daha sonra yuxarıya qalxıram və 7. Deməli, 47. Bu oldu C. Daha sonra E-ni tapırıq. E-yə uyğun gələn 4 və 1-dir. Yazıram bura. 4, 1. Daha sonra V hərfini tapıram. V hərfinə uyğun gələn 8 və 3-dür. Yazıram 8, 3. İ hərfini yazıram və tapıram həmçinin də. İ hərfinə uyğun gələn 4 və 9-dur. 4, 9 və sonuncu hərfimiz Z. Z burada yerləşir. Buna uyğun gələn də 8 və 9-dur. Yazıram bura 8 və 9. Bu da variant olaraq D variantına uyğun gəlir.